Gəlin bəzi şəkilçilərə baxaq. Deməli bizim bəzi şəkilçilərimiz var ki, ıl şəkilçisi. Bu şəkilçilər bəzi sözləri artırılanda olur feilin məchul növü, bəzi şəkilçilər artırılanda isə olur feilin qayıdış növü. Məsələn, gəlin birinə baxaq. Deyirəm ki, paltar geyildi. Paltar geyildi. Kim tərəfindən məchul növdür? Nə üçün? Baxın, əvvəlcə biz necə tapırıq? Feilin məchul növünü və ya digər növləri tapmaq üçün 3 yolumuz var. Yolumuz nədir? Birinci kök və şəkilçiyi artırırıq. Gey sözün kökü. Geyilmək leksik şəkilçi, geyildimək tutmaq da bu qrammatik şəkilçidir. Deməli, şəkilçim oldu mu? Birinci addımım tamamdır. İlin üstdən xətt çəkirəm. İndi görün feildən yaranıb. Aha, gey feilindən yarandı. İkinci addımım da yerinə düşdü. Daha sonra baxıram, görüm özü üzərində micr edildi, kim tərəfindən micr edildi. Baxın, paltar geyildi. Kim tərəfindən? Bilinmədi. Deməli, necə oldu bu? Məchul növdə sayıldı. İndi gəlin başqa cür deyək. İn şəkilçisi artıraq. Geyindi. Uşaq geyindi. Baxın, uşaq geyindi. Uşaq öz-özünə geyinər, düz deyilmi? Gey sözün kökü, in leksik şəkilçi, d isə qrammatik şəkilçidir. Uşağın da öz-özünə geyindiyinə görə 3 addımımızın 3'ü də yerinə düşdü. Həm şəkilçimiz var, həm feildən düzəlib, həmçinin işi özü öz üzərində icra edir. Daha sonra şifahi deyək bir neçə sözü. Məsəl üçün yazıram ki, soğan soyuldu. Soğan soyuldu. Soğan soyuldu. Soy sözün kökü, ul leksik şəkilçi, du isə qrammatik şəkilçidir. Baxaq indi. Ulun üstdən xətt çəkirəm. Feildən düzəldiyini gördüm. Soğan da kim tərəfindən soyuldu? Bilinmədi. Demək oldu nə? Məchul növdə. Amma desəm ki, uşaq soyundu. Uşaq soyundu. Bu zaman uşaq öz-özünə soyunduğuna görə bu zaman sayılır qayıdış növdə. Döyüldü. Qapı döyüldü. Baxın. Qapı döyüldü. Qapı döyüldü. Kim tərəfindən bilinmədi. Döy sözün kökü, döyülmək leksik şəkilçi, d isə qrammatik şəkilçidir. Əvvəlcə məchul növ və şəxssiz növü seçmək üçün bizim son bir qaydamız var. Baxın, birinci şərti deməlidir, ikinci şərt deməlidir hər ikisi. Deməli, nədən yarandı? İl şəkilçimiz varmı? Hər ikisində var. Şəxsizdə də var, məchulda da var. Feildən yarandı mı? Bəli, məchulda da var, şəxsizdə də var. Amma necə seçirik? Bura bir mübtədamız var bizim. Qapı döyüldü. Mübtəda bərpa etmək olur məchul növdə. Döyüldü, döyüldü. Nə? Qapı. Deməli, oldu məchul növdə. Amma desəm ki, qapıya baxıldı. Yenə görürsünüzmü? Baxın, gəlin tətbiq edək. Deməli, yazıram. Baxıldı. Baxıldı. Bax sözün kökü, ıl leksik şəkilçi, baxıldımaq isə qrammatik şəkilçi. İndi qapıya baxıldı sözündə görürsünüzmü, məchul növünə seçə bilmirik burada. Il şəkilçimiz var. Feildən düzəlibdir. Amma bir dənə mübtədanı biz bərpa edə bilmədik. Qapıya baxıldı, baxıldı. Nəyə? Qapıya. Nəyə adında da mübtədanın bir sualı yoxdur. Ona görə sayırıq bunu şəxssiz növdə.